Çox deyənlərə əlim yandı, əlim yandı. Amma bizim fərqimiz odur ki, 3 il əvvəl də bu qiymətə torpaq tapmışdım. Mənim üçün bazarın fərqi yoxdur da əziz müştərilərim. Baxın görün sizin üçün nə tapmışam. 24 sot torpağı 22.000 manata. Yəni var bazarda belə bir şey qardaş. Yoxdur. Özümlə fəxr edirəm. Şükür Allah kasıbçılığın xidmətindəyik. Özümüz də 5 manat çörəyimizi qazanırıq. Əziz müştərilərim, geniş təqdimat vermək istəyirəm sizə. Hövsana o qədər öyrəşmişəm ki, Zirə Türkan yoluna 1 kilometr aralı məsafədədir bax bura. Həyətində bax turf tərkiblər, bütün damlama sistemini filan görürsünüz də bax burada siz özünüz. Göstər bir donmuş torpağımızı, Xeybər Zəhmədovumuz. Giriş qapısı oradandır. Bir dənə girişi var torpağın. Bəli, torpağımızın bir dənə girişi var. Burada bax göylər, tərkiblər, turf tərkiblər. Bu sistemdəki bizdə damlama sistemi deyirlər. Ümumilikdə elə bax bunlara 4000 manat xərc çəkilib. Bilən bilir də bu hasar tikməyə filan nə qədər xərc gedir indi. İndinin özündə bax bunların hamısı yəni puldur. Bələdiyyə sənədidir. Sənədimiz qeyd edeyim əlbəttə ki, bu qiymətə də kupsal taxmaq bu dəqiqə mümkünsüzdür. Amma bələdiyyə sənədi ilə də bu qiymətə yoxdur. Axtarın bazarı, baxın. Bunu mən boş-boşuna demirəm. 24 sot torpaq 22.000 manata, sənədləri də məndədir. Kim istəsə göndərirəm, baxar, alqı-satqı bələdiyyə olacaq Allahın izni ilə. Ətrafdakı bir dənə arxa tərəfin hasarıdır. Elə hündür deyil. Amma 3 tərəfi hündür hasardır. Orada düzüblər, torpağın yeri bilinir, hər bir şey qaydasındadır. Belə satılır. İçində sistemlə filan hamısı bir yerdə verilir. Havayı satılır da, yəni bu qiymətə nə var ki, bu bazarda var mı bu qiymətə nəsə? 24 sot torpağı 22.000 manata kimsə satır, yəni yox, əlbəttə mümkünsüzdür. Ona görə də əlaqə nömrəm səhifənin başlığında var. Yazın mənə WhatsApp-dan, konum da göndərim kim istəyirsə və yaxud da ki, gəlim elə yerində birbaşa göstərim Allahın izni ilə. Bu torpaq sizin olsun. Özünüzə yaxşı baxın. Hələlik.